Bugün sizinlə bir mövzu ətrafında danışmaq istəyirik. Bikə xanımın sualı var bizə. Buyurun, səsləndirin. Deməli, Aytaç xanım, sizcə insanlar niyə fərqli görünüşə sahib insanlara qarşı ön yargılı yaxud da daha belə pis baxırlar, onu cəmiyyətdən saymırlar sanki? Təcrid eləmək istəyirlər kimi. Əslində bu mövzuya bir tərəfli yanaşmaq düzgün deyil. Amma mən öz təcrübələrim nöqteyi nəzərindən belə yanaşıram ki, biz insanlar instinktiv olaraq, yəni ilkel beynimiz var, bir də düşünən bir beynimiz var. İlkel beyinlə qərar verəndə özümüzdən fərqli olan insanları, ümumiyyətlə təkcə görünüş baxımından yox, həmçinin düşüncə tərzi baxımından fərqli olan insanlara həmişə təcrid eləməyə meyilli oluruq. Misal üçün, mən özümdə məktəbdə oxuyanda seçilən bir uşaq olduğuma görə həmişə dərslərə fokuslandığım üçün uşaqlar tərəfindən bullyingə məruz qalırdım. Tez-tez məni qrupdan izolyasiya edirdilər və bununla mən də qarşılaşmışam. Bu dediyim kimi ilkel beyinlə verilən bir qərardır. Yəni bizim üçün fərqli bir təhlükədir. Ona görə də bir insan ilkel beyni ilə qərar verirsə, təbii ki, ön yargılı davranır. Bir insanı fərqli görəndə onu avtomatik şəkildə təcrid eləmək istəyir. Amma düşünən bir insan, ağlı başında olan, belə sadə dildə desəm, hər şeyin fərqində olan, fərqliliyə açıq olan bir insan ilkel beyinlə qərar vermir və bir fərqlilik görəndə o onun üçün daha da maraqlı gəlir və onu araşdırmaq istəyir. Görəsən bu fərqliliyin içində daha nə fərqliliklər görə bilərəm. Mən düşünürəm ki, bu səbəbdəndir. Yəni əgər bir insan qarşısındakı insana ön yargılı şəkildə davranırsa və onu təcrid eləmək istəyirsə, bu insanın hələ də düşünən beyninin inkişaf etmədiyinin bir göstəricisi ola bilər. Bəs sən nə düşünürsən bu mövzuda? Mən sənə qatılıram Aytaç xanım. Bir də düşünürəm ki, sanki valideynlər də uşaqlara səndən daha fərqli uşaqlar olacaq anlayışını ötürməyiblər deyə düşünürəm. Ki, öyrətməyiblər ki, sən məsələn bağçaya gedirsən, sonra məktəb olsun və sən orada fərqli uşaqlar görəcəksən də, məsələn fiziki məhdudiyyətli insanlar və s. Və bunu öyrətmədikləri üçün o uşaqlar da sanki hər kəsi özləri kimi düşünür ki, yəni hər kəs onun kimi bir quruluşa sahib olacaq və fərqlilik görəndə onlara bilmirəm ya qorxulu mu gəlir, ya daha nə bilim fərqli mi? Biraz bizim cəmiyyətdə ümumiyyətlə yazıqlıq duyğusu var. Məsələn, çox yazıq kimi yanaşırlar. Və yaxud onun çarəsizliyi hiss edirlər, nə bilim, yəni belə bir düşüncələr var. Amma təbii ki, bu insanların öz düşüncəsidir, amma biraz düşünürəm ki, düşüncəni dəyişmək lazımdır və böyüklər öz uşaqlarına öyrətməlidir ki, bu cəmiyyətdə fərqli insanlar var və onlar da bir insandır. Onlara biz yazıq kimi yanaşmamalıyıq, yəni və s. budur. Mən də tam olaraq razıyam. Uşaqlara bunu öyrətmək, aşılamaq lazımdır. Ümumiyyətlə bu tolerantlıq kimi gedir. Biz fərqli tip insanlara istər milliyyət baxımından, istər görünüş, istər düşüncə tərzi baxımından insanlara fərqli yanaşma tərzimiz olmalıdır. Onları qrupdan ayırt etmək əvəzinə biraz daha dərin düşünmək, kəşf eləmək lazımdır. Elə insanlar görmüşəm, məsələn, dininə görə insanları yargılayır, ön yargılı şəkildə davranır. Mən özüm də qarşılaşıram tez-tez bundan. Dinimi soruşub, təsəvvür elə, məndən dinimi soruşur. Mən eyni dinə, eyni məzhəbə sahib deyiləmsə, seans götürmək istəmir. Yəni, heç bir əlaqəsi yoxdur mənim dinimlə işimin, amma yenə də o düşüncədə olan insanlar var. Çox təəssüflənirəm buna görə. Ona görə valideynlərə mən də tövsiyə edərdim ki, övladınızı fərqliliklərə açıq şəkildə böyüdün. Yəni, bu cəmiyyətdə şablonlar, standartlar buna uyulmalıdır. Hər kəsin fərqliliyini qəbul etmək. Ümumiyyətlə, insanın özünün də düşünürəm ki, fərqli düşüncəsi olmalıdır. Məsələn, din baxımından elə hər kəs desin ki, müsəlmanam, hər kəs axı namaz qılmır. Müsəlman, məncə, dinin əsas şeyi namaz qılmaqdır da. Məsələn, hər kəs namaz qılmır axı, yəni sən buna görə insanları təcrid edə bilməsin, ayırt edə bilməsin. Hər kəsin özünün ümumiyyətlə dini inanc, məncə düşünürəm ki, hər kəsin özünə məxsus olmalıdır. Yəni, sən nəyə inanırsansa o şəkildə olmalıdır. Yəni, din necə deyilir, Allah insanın daxilindədir, o elə olmalıdır. Yəni, yoxsa standart şablonlar kimi, yəni, dini inancına görə bir insanı təcrid etmək, qınamaq, bu düzgün deyil, yəni. Bəli, mən də elə düşünürəm. Yəni, bir insan düşünür ki, mən Allahın varlığına inanıramsa, doğru budur. Hər insanın həqiqəti fərqli ola bilər. Yəni, bunları qəbul etmək lazımdır. Düzdür, mən də zamanla yeniyetməlik dövründə mənə də olan təsirlərdən dolayı insanlara bir tərəfli yanaşırdım. Kim dinə inanmırsa, misal üçün onu
anormal insan adlandırırdım. Təbii ki, dediyim kimi bu instinktiv olaraq beynin bir düşünmə şəkildə instinktiv verdiyimiz bir qərardır ilkel beyindən. Amma biz düşünə bilmək bacarığına sahib bir canlı olduğumuza görə məncə bunu nəzərə almalıyıq həyatımızda və insanlara fərqli şəkildə yanaşmağı bacarmalıyıq. Bir növ elastik olmaq hər bir insanın öyrənməli olduğu bacarıqlardan biridir məncə. Beynin elastikliyi. Və insanları olduğu kimi qəbul etmək. Yəni hər kəs sənin kimi deyil, fərqli insanlar var və onların fərqliliyini qəbul etməlisən. Əgər sən cəmiyyətdə olmaq istəyirsənsə, görünmək istəyirsənsə, mütləq yəni qəbul etməlisən. Bəli, məncə də. Mən də elə düşünürəm. Bu arada mənim onlayn seanslarımda yeniyetmələrlə qarşılaşıram və problem adı ilə yeniyetmələri seansa gətirirlər. Amma mən hər insana fərqli baxdığım üçün o yeniyetmədə olan problemi bəzən potensial kimi görürəm. Misal üçün asosial yeniyetmə adından seansa gətirirlər, amma mən baxıram ki, o yeniyetmə sadəcə qrupda fərqli düşünür və ona görə izolyasiya olub. Asosial deyil əslində. Sadəcə fərqli düşünür və o fərqliliyi ilə seçilir. Ona görə də qrupdan təcrid olunub. Mən onları daha böyük potensial kimi görürəm. Yəqin ki, sən də bilirsən ki, bir çox filosoflar var, məşhur insanlar var ki, onlar cəmiyyətdən biraz geri çəkilən, fərqli düşünən insanlar olub və cəmiyyət onları qəbul eləməyib. Amma o insanların içərisində böyük bir potensial dayanır. Çünki cəmiyyət sürü psixologiyasından yaşayır da, yəni. Sürü psixologiyasına yanaşırlar. Bir fikri biri qəbullanır və ötürürsə hər kəs qəbullanır, düzdür. Məsələn, ola bilər ki, bizim cəmiyyətdə də ən çox ali təhsili olmayan və olan insanlar arasında olur ki, məsələn, ali təhsili olmayan və biraz özünü kompleksə salan savadsız insanlar, təbii ki, mən onlara pis mənada söz demirəm, yəni. Onlar təhsilli insanları daha ağıllı zənn edir, daha məsələn, onun hər hansı bir düşüncəsini öz həyatına belə bir növ ya məsləhət kimi, ya şablon kimi ki, məsləhətləri heç sevən bir insan deyiləm. Onu öz həyatına belə də qəbul edir, amma öz baxış açısından baxmır da ki, ona uyğundumu, onun düşüncəsinə uyğundumu, yəni bir növ o cəhətdən düz deyirsən, yəni ona görə də düşünürəm ki, fərqli düşüncəyə sahib insanlar biraz təcrid olunur, yəni həqiqətən. Mən də elə düşünürəm. Bu təhsil savad baxımından da eyni ilə, yəni o qədər həyatımda olub ki, mən özüm baxmayaraq ki, 3 təhsil almışam, amma heç vaxt təhsil almayan bir insana baxış tərzim bir mənalı olmayıb. Yəni elə insan görmüşəm ki, gedib xarici ölkələrdə təhsil alıb, amma o insanın şəxsi keyfiyyətləri inan ki, o dərəcədədir ki, ünsiyyət belə qura bilmirsən. Amma elə insanlar var, həqiqətən təhsilsiz olsa belə özünü inkişaf etdirir və elastik düşüncə tərzinə malikdir. Məncə əsas olan budur ki, insan elastik düşüncə tərzinə malik olsun, insanların ünsiyyət qursun və özünə hörmət etsin, özünü bu istiqamətdə inkişaf etdirsin. Yəqin ki, video maraqlı oldu izləyicilərimiz üçün. Sizin üçün xoş oldusa, bunu rəylərdə qeyd etməyi unutmayın. Həmçinin səhifəmə abunə olmaq, bəyənməyi unutmayın. Sizin üçün faydalısa dostlarınızla da bölüşə bilərsiniz. Sağ olun.